Cəlilabadın kəndi, gecə saatları, nənəsi gilə gəlmiş Rus qızı ilə yolda gəzişən yaraşıqlı gənc kapitan. Davamında da törədilən qanlı bir hadisə. Bəs bu hadisə qəsdən törədilmişdi, yoxsa təsadüfən olmuşdu? Ölkə rəhbərinə qədər qalxmış hadisəni indi sizə təqdim edəcəyik. Əslində o gənclə fəxr edə bilərdik. Yaşasaydı, bugün Azərbaycanın fəxarət nöqtələrindən də ola bilərdi. Çünki artıq gənc yaşında böyük bir vəzifəyə təyin olunmuşdu. Bu bir gənc Azərbaycanlı üçün olduqca yüksək və məsuliyyətli vəzifə idi. Bəs onu niyə öldürdülər? Söhbət Cəlilabadın Qarazəncir kəndində doğulmuş İsmailov Fərhad Mehdioğlundan gedir. Onun atası kənd məktəbinin direktoru və rayonun ən tanınmış və hörmətli riyaziyyat müəllimi idi. Özü orta məktəbi bitirdikdən sonra Rusiyada hərbi məktəb bitirmiş və Sevastopolda hərbi sualtı gəminin kapitanı təyin olunmuşdu. Həmin gözəl yay günlərinin birində Fərhad doğma kəndinə məzuniyyətə gəlir. Evin tək uşağı olan Fərhad kəndin ən yaraşıqlı gənclərindən idi. Kənd insanları onu Mixailo obrazını yaradan Nodar Şaşıqoğlu ilə müqayisə edirdi. Fərhad kəndə gəldiyi ilk gün qonşularına qonaq gələn Olyanı görür. Anikiyeva Olya Əlibayramlıda kitabxanada işləyirdi. Yay tətilini nənəsigilin kəndində köhnə adı ilə desək Andreyevka kəndi, yəni Qarazəncir kəndində keçirməyi düşünürdü. Olya və Fərhad söhbətləşir, intellektual gənclərin söhbəti maraqlı alınır. Fərhad oxuduğu son kitabı Gəmilər, Qəhrəmanlar adlı kitabı da Olyaya hədiyyə edir. Beləcə onlar hər axşam kənddə gəzişir, söhbət edirlər. Həmin vaxtlarda əhalisinin böyük hissəsi ruslardan ibarət olan Andreyevka kəndi qonşu Sabirabad kəndi ilə eyni Sovetliyə daxil idi. Gənclər axşam saatlarında Andreyevka Sabirabad yolunda gəzişəndə onların bir axşam başına bir hadisə gəlir. 14 iyul 1971-ci ildə Bakı Astara yolunun Andreyevka kəndindən keçən hissəsində İsmailov Fərhad Mehdioğlu və Anikiyeva Olya Pavlovna yük maşını ilə vurulur. Hadisə nəticəsində iki gəncdən biri Olya ağır bədən xəsarətləri alır. Fərhad isə hadisə yerində ölür. Cinayət işi avtonəqliyyat hadisəsi kimi məhkəməyə göndərilir. İstintaqın belə yekunlaşması Fərhadın atası Mehdi müəllimi qane eləmir. O, əmin idi ki, hadisə qəsdən törədilib. Yeganə oğlunu itirən ata Respublika prokurorunun, Daxili İşlər Nazirinin, Ali Məhkəmə sədrinin qəbulunda belə olur, amma istəyinə nail ola bilmir. Çarəsiz qalan riyaziyyat müəllimi oğlunun paltarından müqəvva hazırlayaraq Mərkəzi Komitənin qabağına gəlir. Mehdi müəllim oğlu öldüyü gündən sonra üzünü qırxmamışdı. Nəticədə uzun saqqalı var idi. Uzun saqqallı, əlində oğlunun müqəvvası duran atanın qarşısından az sonra həmin zamanlar Mərkəzi Komitənin birinci katibi olan Heydər Əliyev keçəcəkdi. Mehdi müəllim və əlindəki çuçula nə qədər qəribə görüntü olsa da, o bundan çəkinmir və birinci katibi gözləyir. Və nəhayət o işə gələndə qarşısına çıxır və onu dinləməsini xahiş edir. Heydər Əliyev Mehdi müəllimi dinləyir və Respublika prokurorunu, Daxili İşlər Nazirini, Ali Məhkəmə sədrinin Mərkəzi Komitəyə çağıraraq həmin işlə dərindən, ciddi şəkildə məşğul olmalarını tapşırır. O vaxtın qanunvericiliyinə görə avtonəqliyyat hadisələri zamanı baş vermiş hadisələri Daxili İşlər Nazirliyinin müstəntiqləri, yəni milis müstəntiqləri araşdırırdı. Bu işi isə Respublika prokurorluğunun xüsusilə mühüm məsələlər üzrə müstəntiqi İkram Kərimova həvalə edirlər. Hadisəni yaxından görən başqa şahidlər olmadığından əsas ifadələr sürücünün yanında əyləşmiş Əliyev Habil adlı şəxsdən alınır. Hadisəni törədən sürücü süd maşınının sürücüsü Ramiz İmanov adlı şəxs hadisənin təsadüfən baş verdiyini deyir. Peşəkarlıqla alınan ifadələrdən sonra hadisə zamanı sürücünün yanında əyləşmiş Habil Əliyev bir sıra məlumatlar verir. Deyir ki, onlar gecə saat 11 radələrində kəndə qayıdarkən Sabirabad Andreyevka yolunun kənarı ilə söhbət edə gedən iki nəfəri, qız və oğlanı görürlər. Bəli, bunlar Fərhad və Olya idi.
Bu zaman sürücü Ramiz əsəbləşir. Deyir ki, bunlar kimdir, kənddə niyə əxlaqsızlıq edirlər? Onlar əvvəlcə qızla oğlanı ötüb keçir. Lakin Ramiz susmur. Geri qayıdıb onları tapmalı olduğunu deyir. Hətta əvvəlcə bir dostunu çağırıb özlərinə qoşmağı fikirləşir. Sonra isə bu fikrindən daşınır. Habili də maşından düşürmədən geri qayıdır. Geri qayıdarkən onlar Andreyevka Sabirabad kəndi yolunda cütdüyü görmürlər və yenidən əks istiqamətə gedirlər. Bakı-Astara yolu ilə Cəllabaddan Bakı istiqamətində təxminən 800 metr getdikdən sonra onlar cütdüyünə rastlaşırlar. Sürücü onlara çatmağa 3 metr qalmış maşının işıqlarını söndürür. Sükanı sağa döndərərək hər ikisini vurur. Fərhad sol tərəfdə olduğundan əsas zərbə ona dəyir. Maşın onların üstündən keçir. Hadisə baş verəndən sonra o Habili kənddə düşürür. Özü isə maşını qaraja aparmır, öz həyətlərində saxlayır. Qanunda bu işlər xuliqanlıq niyyəti ilə törədilmiş işlər hesab olunur. Müstəntiq işi bu yöndə tövsif edib ali məhkəməyə göndərir. Hadisəni törədən sürücü Ramiz isə əvvəlcə hadisəni inkar edir, sonra qarşıdan gələn maşının sürücüsünün gözünə işıq düşməsin deyə işıqları söndürdüyünü, hadisənin də məhz bu zaman ehtiyatsızlıq ucbatından baş verdiyini deyir. Lakin həmin vaxt qarşıdan maşının gəldiyi istintaqda təsdiq olunmur. Kənd sakinlərinin sözlərinə görə isə sürücü Fərhadın ölmədiyini gördükdən sonra yenidən geri qayıdıb maşını qəsdən onun üstündən bir də sürdüyünü iddia edir. Lakin bu iddia da istintaqda təsdiq olunmur. İstintaq onun xuliqanlıq niyyəti ilə hadisəni qəsdən törətdiyi qənaətinə gəlir. Ramiz isə son ifadəsində hətta hadisəni törətmədiyini bir daha deyir. Bundan sonra qəribə hadisələr baş verir. İş yenidən məhkəmə baxışına qaytarılır. Həmin işə ali məhkəmədə düz 3 dəfə baxılır. Hər dəfə də qəbul olunan hökm ləğv olunur. Sonuncu dəfə verilən ölüm hökmü də ləğv olunduqdan sonra iş plenum müzakirəsinə çıxarılır. Hakimi ən çox narahat edən məsələ bu olur ki, əgər hadisə qəsdən törədilmiş hadisə kimi qəbul edilsə, sürücüyə mütləq ölüm hökmü verilməlidir. Plenumda isə açıq səs vermə zamanı bir səs çoxluğu ilə hadisənin qəsdən yox, ehtiyatsızlıq ucbatından baş verdiyinə səs verilir. Müstəntiq İkram Kərimov illər sonra bu hadisə ilə bağlı danışdıqda deyir ki, bugün də həmin hadisə ilə tanış olduqda insanlar qərarda iki yerə bölünəcək. Kimi deyəcək ki, hadisə qəsdən törədilib, kimi isə deyəcək ki, ehtiyatsızlıqdan törədilib. Məsələn, maşını qorxutmaq məqsədi ilə üstlərinə sürüb, nəticədə faciə baş verib. Son qərardan asılı olmayaraq bu bir qara ləkədir. Yay günündə yol kənarında gəzişən iki gəncə qarşı bu geridə qalmış yanaşma, bu görüntüyə əxlaqsızlıq kimi baxmaq təəssüf ki, hələ də bəzi kəndlərimizdə yaşayış məntəqələrində qalmaqdadır. Hər birinizə cahillərdən və cəhalətdən uzaq qalmağı arzulayırıq. Salamat qalın.